Qardaşım Divijeniyadır, Divijeniya. Demək uşaqlar bu gün ən mənasız, məntiqsiz belə Divijeniyalara baxacağıq da, Divijeniya yazışmalara baxacağıq, Divijeniya qaqaşlara baxacağıq. Görələ qarşımıza nə tipdə şeylər çıxacaq. Bu Divijeniyanın işıq söndü. Niyə söndü? Bunu zəqqa çıxarıb. Görələ DM üzərindən qızlara nə tipdə mesajlar yazıblar və nə tipdə atmalar alıblar. Getdik. Daha çox sizcə bu videoya like atmağı unutmayın. Salam, nömrənizi BB-nizi verib sizlə danışıb tanışlıq qurmağımızı istəyir. Şəklini atıb. Bu mənəm. Salam, Allah BB-nizi öldürsün. Sağ olun. Qardaşım, biz effektini zatdan atardın da. Bu nə deməkdir? Bu nə amatörlükdür? Gəl başa salın sən. Salam, nömrənizi milyondan tapdım, tanış olmaqla. Ay şərəfsiz, qızın sevgisi tutub sən məlicəm, üzülsən qardaş, vallah bilmədən oldu. Nə olar üzülsən? Yox, cavab verirəm, qızın özüdür. Sevgim yoxdur, harda görüşək? Hə, gəlim sonra da tutub mənə məlilə sənə. Tavada sən şərəfsiz gəl. Ağıllı çıxsana bu arada. Sən bir də söz deyim, həqiqətən ilk dəfədə bəlkə də ağıllılıq eləyibsən də. Yəni onu başa düşərəksən ki, adam da bir şey başa düşmürəm ya. Abi milyondan nömrə tapıb gedib onu yazmaq hansı yanıqlıq səviyyəsində ala. Salam, kimsiz? Dünən toyda özümü sizə göstərmək üçün oynadım. Özümü sizə göstərmək üçün oynadım. Bu qədər yazıq bir şey yoxdur da. Sonra da yıxıldım. Siz də gülümsədiniz. Həmən qızam. Gülüsünüz çox gözəldir. Tanış olaq. Birinci dəfə görürəm ki, hansı qız oğlana divjeriya eləyir. Birinci dəfə görürəm, sən öldürürəm. Bəlkə də ilk və axırıncı dəfə olacaq. Özündən danışa bilərsən. Təsəvvür et ki, çox sakit, səsi belə çıxmayan, hər deyilənə baş üstü deyən biri. Təsəvvür etdim. Hə, bax o mən deyiləm. Mən də deyiləm, sağ ol, get. Amma ən azından reallıqlar danışır da, başa düşsən qardaşım, sonradan zibili çıxmır. Vaxt sizin qarşısına arada dostum. Salam, qəşəng qız. Qəşəng qız. Çoxdan da qəşəng qız sözünü görür burada da, sən öldürür. Bilmək olar harda qalırsan. Haralı olduğun belə soruşur. Bura direkt harda qaldığını soruşur. Nə qarassan evinə gedəsən? Salam, Gəncədə nədir ki bəyəm? Mən bilməliyəm axı sənin dalınca hara gəlmək lazım. Qəşəng Divijeniyadır. Amma mənim sevgilim var. Ona niyə cavab verirsən? Ha, lap yaxşı. Ən azından Gəncəyə getməli olmadın. Təbrik edirəm qardaşım, uğurunun davamından al. Bax məsələn, bu tip qızlar da başa düşmürəm. Sən sevgilin varsa, sən nə itin azıbdırsan ona cavab verirsən də. Yəni mən başım çıxmır. Özü yerimi belə deyirsən. Yar evlənməli. Nəysə, sorğulamayacağam. Görün nə yazıb? Sevgilin var, yoxdur. Nəzəb sənin kimi gözəl qızın sevgilisi yoxdur. Ərimin xasiyyəti ağırdı, biraz öncə qoy. Bir dənə şey görmüşdüm ya əvvəla, nətər idi? Deyir ki, sən mən niyə demədin ki, arvadım var, uşağım var? Deyir ki, mən biraz utancağam. Salam, sən 9 adaşı rəvansan? Hə, buyur. Mən uzun zamandır səndən xoşum gəlir deyə bilmirdim. Bir dəqiqə, bu səfər qız oğlana yeriydi. Yəni sən kimsən, bizim məşrədə qız yoxdur ki? Mən qız deyiləm. Sözümü geri aldım. Qardaşın bacı varmı? Qardaşın bacı varmı? Bu necə günay flört? Vay, cəmaət nə yaşayır ala? Hə, bir qardaşım var sənin. Mənim 4 dənə qardaşım var, məndən böyük. Hə, bacı bildim, mən də səndən bir qardaş. Risk R-yə atırsın, mən başım. Sən o qardaşlar sənin ağaracaq, mən başım çıxırsan, səhv bir yarış diləyim məndən sonra. Cəmaət burada zarafata şey paylaşır. Mən niyə belə ciddi aldım? Qınayım məni, uşaqlar, linçləyin məni yorumlara. Yazmaq istəyən yazar. Nə deyir ala? Dərdindən ölmürəm. Qonşuda dava idi. Anası uşağı şəpiti necə vurdusa, dəydi sənə zəng. Belə şey yoxdur da. Ha, belə özünüzsən balım kül başına. Çox qudurmayın. Görsən hələ. Bax yazmaq istəyir. Görsən yazıb da, yəni başa düşürsən. Sən niyə onu belə risk atval verirsən ki? Bəlkə xoşun gələcək. Mən başım çıxmır. Yəni siz özünüzə adam tapmağa necə fikirləşirsiniz? Yəni göydən beyaz atlı prens düşməsini gözləyirsiniz, başım çıxmır. Yəni belələrin heç kəsə cavab verməyəndən sonra ya da cavab verməyir, fikrimi dəyişdirməyə. Onsuz yanıq da çıxa bilər. Ki yanıq da böyük ehtimal. Özümdən çirişdim 2 dənə cümlələr. Belə şey olar ya. Nuray, münasibətimiz haqqında danışmaq vaxtı gəldi. Nə həyat Kənan. Səndən başqa 3 dənə flörtün vardı. Sən hal-hazırda finalsan. Rəqibin də 1.65 sarışın. 1.65 sarışın. Məncə Nurayın heç bir şansı yoxdur. Privet, Millaya, Kakoy, Krasvoy, Davushka, Seryozno, Alatanya, Kodzik, Maçek, Novranoy. Oxuya bilmirəm, sən öldürüm. Jennifer Lopez-ə oxşuyursunuz. Tam ciddi deyirəm valla. Özünü qoymusan dağ başına güya. Nə yazıb? O nəsə bir şey. Trafkaya güya sən kimsən, mənə qız problem yoxdur. Nə yazıb? Xalam necəsiz? Yox, xalam necəsiz? Salam necəsiz? Salam xanım necəsiz? Xalanız nömrənizi verib. Xalanın harasına düşüb, nə ilə düşüb nömrə vermək mənə çatmır da, sən öl deyirəm. İnşallah ki, narahat eləmirəm. Bəli eləyirsən. Bu arada adım Nihatdır, yaşım 27, bürcüm Əqrəb, boyum 1.82. Məndən 1 santim balacasan. Yəni münasibətimiz alınsa inşallah mənim sözümlə oturub durasınız. Ay, gicdə bu adam, sən öldürəm. Nə yazır? Hələ qız sizə okey verməmiş deyirsiniz, mənim sözümlə oturub durasın. Belə məsələlər gec cavab vermələrindən heç xoşum gəlmir. İndidən deyim bilmir. Qaqaşdakı sırtıqlıq mənə əsəb edir. Qaqaş var ha, qaqaş xiyardır da kanka. Hələ qız buna okey verməyib. Gəlib buradan qanun qoymaqdan zatdan danışır. Qaçırdarsan da qızı, məsələləri burada. Bir həyat falan ondan sonra həll eləyərsən. Elyanur Trans. Ay zibil, trans söhbəti oxuyacağam birazdan. Yəni. Salam Elyanur xanım. Adınız çox gözəldir, ailəniz uzaq görən olub. Ailəm heç bir şey anlamadım. Yəni uşaq vaxtı adınız özünü seçmədiyinizə görə ailəniz seçib. O vaxtlar belə adlar nadir adları qoyurlar. Həm çox sağ olacaq, amma mən adımı özüm seçməmişəm. Transam Canik. Bağışla qaqaş. Adını oxumasaydın daha gülməli ola bilərdi, amma adını oxuyandan sonra heç mimik oynatmadı, başa düşürsən. Pis də ki, Fidanın belə bir dənə videosu var idi. Elyanurun adı belə eyni idi də, sən öl deyirəm. Salam, kimsən? Tanış olaq, mən Rəşad. Oğlanam Rəşad, oğlanam. Qadınım. Qaqa deyirəm oğlanam, adım Kənandır, aşk. Fərqi yoxdur, başa düşürsən. İt olsun, pişik olsun, indiki dövrün aşqları. Salam, sizinlə tanış olmaq olar. Salam. Aha, olar. Sevgilim var. Olar deyirdi, Allah sevgilisi olsa niyə olar yazsın? Yoxdur. Olar bəs. Nə tez ala? Nə sürətli sizəm? Aha, olar. Neyinirsən aşkım?
Bu qədər rahat idi ama. Heç aşkım şəhərə gedirəm. Niyə gedirsən? Nə lazım? Çıxıldım ayrılaq. Aha ayrılaq sağ ol. Belə eşqə başım girsin. Bu arada sevgili olmaq var ha. Yəni indi düzdür. Saqqızı liflər cəmaatın ağzına ki, çox rahat bir şey olur da. Sevgili oldum, ayrıldım. 25 dənə eksim var, zırt-pırt. Bu məncə var ha. Sevgili səviyyəsinə gəlmək belə məncə çox uzun bir müddət çəkməlidir. Başa düşürsən? O tanışlıq mərhələsi var. Yəni kifayət qədər bir 20%, 30% tanışı heç olmasa ondan sonra sevgili oldu. Bir dəqiqə başı sevgili dəyişdirməyəsən deyə. Aha Aysel Giz. Görək Giz Aysel nə tər şeylər yazır. Salam xanım, bəlkə tanış olar. Yox, mənim sevgilim var. Abi sevgilim varsa direkt bloka atdı. Allah niyə yox sevgilim var deyə mesaj yazırsan? Mənim BMW M5 Ferrari şəxsi təyyarəm var. Zarafat edirdim. Ünlü sevgilim yoxdur. Mən də zarafat edirəm xanım. Gold digger deyirlər. Bunlar bizim dildə bilirsən bunlar. Əslində bizim dil deyil də nəsə baş. Salam gözəlim. Salam aleykum. Niyə belə soyuq cavab verirsən gülüm? Aleykum salam. Sən yaxşısan? Alovlu cavab ver. Da başa düşmürəm. Sən nə istəyirsən ki? Bu oğlanlar da nə istədiyini bilmirlər. Gedirəm mən. Mən niyə gedirəm? Amma mən də oğlanam da. Aha. Açıldı nə da. Salam Güney xanım, necəsən? 40 yaşım var. Ayla Kuraksanla evlanmaq. Oy zobol. 40 yaşına gələndən niyə belə yanaqlaşırlar mənə çatmır. Günay yazıb yaxşı. Yaxşı yox ha. Ya W, I. Ş hərfi Azərbaycan dilindəki Ş hərfin insanlar istifadə edə bilmirlər də mənim başımda. Bir də Ş-ya basırsan saxlayırsan, qardaşım Ş olur da. Bunu istifadə eləmək niyə bu qədər çətindir? Mən də danışmağı bacarsam insanlar da yazmağı bacaracaq bəlkə də. Nuray. Bayaqçı Nuray deyil bu. Salam Nuray, səndən xoşum gəlir. Salam Tural sevgilim var. Xəstədir. 3 il ömrü qalıb. Son illərini onunla birlikdə keçirmək istəyirəm. Üzrlü sayanlar. 3 ildən sonra yazıb ki, salam öldü. Nuray bayaqçı şeydir, bu Güneli idi, nə idi mən başım. Bir də sənin yaşın neçədir? 28. Mənim də 15. Problem olar. Yox, sevgilinin yaşı yox. Hə, nə qarsan aşk. Sən bir də söz deyim. Sadəcə yazan tərəfdə yox. Qarşıda desə yüngül var, problem var. Bu nə deyir? Məndən evlənərsən, evin var. Bəli, var xanım. Amma çox kiçikdir. Orada namaz qılmaq üçün yer var. Əlbəttə ki, ona get namaz qıl, dua et, böyük evin olsun, evlənək. Qız babat qoydu ya, sən öl deyirəm də yəni. Füzdə ki, qayıdıb adama deyirlər ki, sən nə bilirsən ki, mən namaz qılmıram. Namaz qılıram, ancaq yenə də bilədin, ağaraq bu işi. Salam, necəsən? Salam, mən qardaşıyam, sən kimsən? Bu gün sən də avtomobil qazana bilərsən. 3 şans al və 3 şansını yoxla, qorxdun. Adam rüyatdı bildiniz. Adam kişi bilsən nə yazmalısan, qardaşım. Mən sən bacından xoşum gəlir. Belə deyəndə pis oldu bir yer. Sıxırıq söylə hazırsan, siz kimsiniz? Üzrlüsən, səhv düşmüşəm, gözlər, mən də alın, hara gedir? Aziz mən yalnızlıq səviyyəmdə sən öldürəm, yəni bu nədir la? Salam xanım, tanış olmaq olar. Salam, adın nədir? Adım Ramazan, səs atıb. Xanım, siz dəlisiniz. Səslə nə deyib görürsən? Səs nasıl? Ramazan! Ramazan! Qız maraqlı qız imiş. Yəni sən öldürəm. Yəni o səsdən sonra məncə daha çox aşiq olmalıyam. Nəysə inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox belə Division qaqaşlara baxmağımızı istəyirsiniz. Bu video bir dənə like atmağı unutmayın. 2000 like gəlsə əgər bunun ikinci bölümünü çəkə bilərəm deyirəm və bu videonu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə. Yumurta döyüşdürmə challenge eləyəcək. O üzübü otur. Göz ora görsənsən. Bizim qarşımızda elə bilmən Veysel Turabi. O Fransası o. Qəşəng. Azərbaycanın adını batırdığa görə təkrar. Abi şeydir bu milyonlardır bu. Oha. Sınır. Mutlu nə qardaşım təbrik edirəm. Bir alqış alaq yaşa.